Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz ümumi tarixdən Hindistan mövzusudur. Hindistan 19-cu əsrdə, Böyük Britaniya 18-ci əsrindən Hindistan işğalına başlamışdı. 1756 və 1763-cü illərdə Fransa ilə İngiltərə arasında 7 illik müharibə baş vermişdi. Bu 7 illik müharibə dövründə İngiltərə Fransaya qalib gəlmişdi və Hindistanın bir hissəsinə və Kanada torpaqlarına sahib olmuşdu. İngilislər tərəfindən Ostend şirkəti Hindistanın işğalını həyata keçirdirdi. 18-ci əsrdə işğalçılıq siyasətinə başlasa da İngiltərə Hindistanda bu prosesi 19-cu əsrin əvvəllərində daha da genişləndirmişdi. Və 19-cu əsrdə Marat Konfederasiyası və Pəncabı, daha sonra isə 1856-cı ildə Aud knyazlığını ələ keçirtməsi nəticəsində İngiltərə Hindistanın işğalını başa çatdırmışdı. Hindistan Böyük Britaniyanın ən zəngin müstəmləkəsi hesab edilirdi. Böyük Britaniya parlamentinin qərarı ilə Ostend şirkətinin rəhbəri general-qubernator titulu verilmiş, ona general-qubernator verilmişdi və Hindistan İşlərinin idarəsi Ostend şirkətinin rəhbərinə tapşırılmışdı. Hindistanda İngiltərə müstəmləkəçiliyinin mərkəzi Kəlküttə şəhəri hesab edilirdi. Bu ərazi Hindistanda İngilis müstəmləkəçiliyinin mərkəzi şəhəri hesab edilirdi. Böyük Moğol dövlətinin zəifləməsi nəticəsində yerli hakimlər, racələr xeyli torpaq sahələri ələ keçirmişdi və bu dövrdə racələr arasında baş verən ara müharibələr uğrunda mübarizədə ölkəni zəiflədirdi. Bu da İngilislərin işğalı üçün şərait yaradan başlıca amillərdən biridir. Bu dövrdə Ostend şirkətinin yeritdiyi siyasət yerli əhalinin iqtisadi vəziyyətinə mənfi təsir göstərdi. Ostend şirkətinin hansı siyasəti? Ostend şirkəti bu dövrdə yeni vergilər tətbiq etməsi, bu dövrdə Ostend şirkətinin korrupsiya əməlləri ölkədə əhalinin vəziyyətinin ağırlaşmasına təsir göstərən başlıca amillərdir. Bu dövrdə İngiltərə hökuməti, ali hakimiyyət və vergi yığımı qaydasında bir sıra dəyişikliklər etmişdi. Yeni vergilərin tətbiqinə də gətirib çıxartmışdı. 1813-1833-cü illərdə Böyük Britaniya hökuməti yeni xartiya qəbul etdi. Xartiya sənəd deməkdir. Bu yeni xartiya əsasən Ostend şirkətinin inhisarçılıq, yəni tək başına ticarət hüquqları, inhisarçılıq hüquqları ləğv edildi. Artıq bundan sonra Ostend şirkəti ilə yanaşı digər İngilis sahibkarları da Hindistana gəlməsinə icazə verildi. Bütün İngilis sahibkarları üçün Hindistana yol açıldı. Bunun nəticəsində digər İngilis sahibkarları da Hindistanda müəyyən qədər mövqeyə sahib oldular. Bu dövrdə Böyük Britaniya hökumətinin Hindistanda həyata keçirtdiyi ağır vergi siyasəti, məmurların özbaşınalığı, müstəmləkə zülmü, zorakı xristianlaşdırma siyasəti bu dövrdə üsyana gətirib çıxartdı. Bu üsyan da Sipahilər üsyanı idi. Sipahilər üsyanı 1857-1859-cu illəri əhatə edir. Sipahilər kim idi? Yerli əhalidən toplanmış Hind döyüşçülər Sipahilər adlanırdı. Bunlar Ostend şirkətinin topladığı əskərlər hesab edilirdi və beləliklə 1857-ci ildə Hindistan tarixində ən böyük üsyanlardan biri olan Sipahilər üsyanı başladı. Sipahilər üsyanı başlaması üçün bəhanə nə oldu? Bu dövrdə sıravi əskərlər yeni patronlardan istifadə etməkdən imtina etməsi Sipahilər üsyanının başlamasının başlıca səbəbi idi. Üsyançılar Dehliyə hücum etdilər və bunun nəticəsində Böyük Moğol dövlətinin sonuncu hökmdarı 2-ci Bahadırı şah elan etdilər və 2-ci Bahadıra sədaqət əlaməti, sadiqlik andı içdilər. Və beləliklə üsyan bundan sonra Qanq çayının vadisində bir neçə
əyalətə yayıldı. Həmçinin bu sipahilər üsyanına yerli hakimlər də qoşuldu. Hansı yerli hakimlər? Mülk və imtiyazları ingilislər tərəfindən əllərindən alınmış yerli hakimlər də üsyana qoşuldu. Lakin ingilislər tərəfindən 1858-ci ildə 2-ci Bahadır həbs edildi və beləliklə 2-ci Bahadırın ingilislər tərəfindən həbs edildi. 1 maya sürgün edildi və bunun nəticəsində 1859-cu ildə sipahilər üsyanı məğlubiyyətə uğradıldı. Sipahilər üsyanı məğlub oldu. Sipahilər üsyanının məğlub olmasının səbəbi nə idi? Vahid rəhbərlik və komandanlığın olmaması, üsyançıların maraq müxtəlifliyi sipahilər üsyanının məğlub olmasının başlıca səbəbləridir. Lakin sipahilər üsyanı məğlub olsa da digər üsyanlar kimi nəticəsiz qalmadı və bunun nəticəsində Metropoliya hökuməti, yəni Böyük Britaniya hökuməti, Metropoliya deyəndə müstəmləkələrini iqtisadi cəhətdən onların sərvətlərini mənimsəyən dövlətə Metropoliya deyilir. Böyük Britaniya hökuməti Hindistan idarəçiliyi ilə bağlı bir sıra dəyişikliklərə getdi. Ostend şirkətinin idarəçilik hüquqları ləğv edildi. Hindistan işləri üzrə yeni nazir vəzifəsi təsis edildi. Ali hakimiyyət general qubernatordan vitse-krala keçdi. Artıq Böyük Britaniya başlıca olaraq Hindistan Böyük Britaniyanın müstəmləkəsi hesab edildi. İdarəçilik birbaşa İngilis taxtına keçdi. 1876-cı ildə Böyük Britaniya imperatritsası Viktoriya həm də Hindistanın imperatritsası titulunu qəbul etdi. Viktoriya Böyük Britaniya ilə Hindistanın da kraliçası hesab edildi. Hindistanı Böyük Britaniya imperiyasının mirvarisi hesab edilirdi. Mirvari yəni onun ən zəngin müstəmləkəsi hesab edirdi. Bu dövrdə artıq 18-ci əsrin ikinci yarısında Hindistanda kapitalist münasibətləri də inkişaf etməyə başladı. Bu dövrdə ingilislər tərəfindən, xarici şirkətlər tərəfindən əsasən bir sıra sahələrə kapital qoyulurdu. Əsasən hansı sahələrə kapital qoyulurdu? Dəmir yollarının çəkilməsi sahəsinə kapital qoyulurdu. Suvarma qurğularının tikintisinə kapital pul qoyulurdu. Pambıq və şəkər qamışı plantasiyalarına pul qoyulurdu və ingilis sahibkarlar da qoyduqları kapitaldan kifayət qədər pul qazanırdılar. Artıq bu dövrdə ingilislərlə yanaşı yerli sahibkarlar tərəfindən də bir sıra fabrik və zavodlar açıldı. 19-cu əsrin ikinci yarısında toxuculuq sahəsində, emal edici sahədə, metallurgiya sahəsində artıq ilk fabriklər yarandı. 1884-cü ildə Bombeydə milli kapitala məxsus ilk toxuculuq fabriki fəaliyyətə başladı. İlk dəfə yerli kapitallar tərəfindən Bombeydə toxuculuq fabriki fəaliyyətə başlamışdı. Ümumiyyətlə, Böyük Britaniya hökuməti Hindistanda uşaq və yeniyetmə əməyindən də kifayət qədər istifadə edirdi. 1890-cı ildə qanun qəbul edildi. İlk fəhlə qanunları idi. Bu fəhlə qanunlarına əsasən uşaq və yeniyetmə əməyindən istifadə qadağan edildi. Bu fəhlə qanunlarına qədər gün ərzində fəhlələr 16 saata qədər işlədirdilər. Bu da həddindən artıq ağır idi. 1885-ci ildə Hindistan ziyalıları tərəfindən Ümumi Hindistan Milli Konqresi yaradıldı. Ümumilli Hindistan Konqresi Hindistan ziyalıları yaratmışdı. İngilis hökumətinin razılığı ilə yaradılmışdı. Bunlar konqresdə Hind xalqlarının hüquqlarının artırılmasına çalışırdılar. Bunlar Hind xalqının maraqlarını İngilis parlamentində dilə gətirməyə çalışırdılar. Artıq 19-cu əsrdə olduğu kimi 20-ci əsrin əvvəllərində də İngiltərə hökuməti Hindistanda müstəmləkə siyasəti yeridirdi. Vergilərin artırılması, məmurların özbaşınalığına qarşı bu dövrdə ümumi xalq narazılığı çoxalırdı. Ümumi xalq narazılığı artdı. Bu dövrdə ümumi xalq narazılığının ən geniş yayılmış forması boykot üsulu idi. Boykot nə idi? İngilis mallarını almaqdan imtina edirdilər. Artıq bu dövrdə Hindistanda birinci ümumi xalq hərəkatı baş vermişdi. Hindistanla bağlı mövzumuz bu qədər.